Salam, mövzumuz 6-cı sinif 19-cu mövzu insan həyatında qida məhsullarıdır. İnsan həyatında qida məhsullarının önəmli bir rolu var. Belə ki, qida məhsulları insan orqanizmində qida maddələr mübadiləsi üçün, insanın enerji toplaması üçün, insanın bütün orqanlarının normal işləməsi üçün vacib olan amillərdən biridir. Qida normal olmadıqda, yəni insan immuniteti aşağı düşür, səhhəti pisləşməyə başlayır, soyuq dəymə, qan azlığı, yorğunluq və dişlərdə olan karieslər müşahidə edilir. Qida məhsulları isə zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr, su bunlara aiddir. Deməli, qida məhsulları oldu, zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və su. Zülallar nədir? Zülallar orqanizmin hüceyrə və toxumalarının əsasını təşkil edir. Onlar orqanizmi yoluxmalara qarşı mübarizədə kömək edir. Əgər insan qida ilə az zülal alırsa, fiziki və zehni gücü azalır, mədə-bağırsaq sisteminin fəaliyyəti pisləşir, qocalma prosesi tezləşir. Zülallar iki cürdür: heyvan və bitki mənşəli. Heyvan mənşəli zülallar yumurta ağında, süd məhsullarında, ət və balıqda olur. Bitki mənşəli zülallar isə göbələkdə, qoz, fındıq, şabalıd və paxlalı bitkilərin toxumlarının tərkibində rast gəlinir. Yağlar orqanizmin əsas enerji mənbəyidir. Onlar hüceyrələrin tərkibinə daxildir və orqanizmin maddələr mübadiləsində fəal iştirak edir. Yağlar bitki və heyvan mənşəli olur. Günəbaxan, qarğıdalı, kətan, zeytun, kokos və soya yağları bitki mənşəli yağlardır. Onlar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Kərə yağı, heyvanın iç yağı və balıq yağı isə heyvan mənşəli yağlara aiddir. Əgər insan qida ilə həddindən artıq yağ alırsa və az enerji sərf edirsə, heyvan mənşəli yağlar qalın, dəraltı, piqat yaradır və orqanizmdə yığılır. Bunun nəticəsi olaraq piyələnmə və artıq çəki meydana gəlir. Karbohidratlar orqanizmin əsas enerji xərclərini bərpa edir. Karbohidratlar əsasən bitki mənşəli ərzaqlarda olur. Karbohidratlarla ən zəngin qida məhsulu dənli bitkilər hesab olunur. Dənli bitkilərdən sonra qidalanmada karbohidratlarla zəngin ikinci yeri tərəvəzlər tutur. Karbohidrat çatışmazlığı zamanı orqanizm zəifləyir, halsızlıq, baş gicəllənmə, tez-tez aclıq halları baş verir. Karbohidratların artıq qəbulu piyələnməyə gətirib çıxarır. Tərəvəz və meyvələrin tərkibində olan karbohidratlar çox xeyirli hesab olunur. Bu karbohidratlar demək olar ki, bağırsaqda həzm edilmir, enerji mənbəyi deyil, onlar bağırsağın işini tənzimləyir və toxluq hissi yaradır. Vitaminlərə keçmədən öncə fikrimizi ümumiləşdirək. Deməli, insan orqanizmində maddələr mübadiləsi üçün, enerji bərpası üçün insana qida məhsulu lazımdır və qida məhsulu zülal, yağ, karbohidrat, vitamin, mineral maddələr və sudur. Zülallar hüceyrə və toxumaların əsasını təşkil edir, orqanizmin yoluxmalara qarşı mübarizəsində iştirak edir və iki cür olur: heyvan mənşəli və bitki mənşəli. Yağlar insan orqanizminin enerji mənbəyidir. Yəni onlar hesabına orqanizmdə maddələr mübadiləsi gedir. Yəni maddələr mübadiləsində hüceyrələrin tərkibində fəal iştirak edir. Yağlar da iki cür olur: bitki və heyvan mənşəli. Karbohidratlar isə yalnız bitki mənşəli olur. Karbohidratlar isə orqanizmdə əsas enerji xərclərini bərpa edir. Karbohidratda əsas olan, yəni karbohidratla zəngin olan əsas bitki mənşəli ərzaqlar dənli bitkilər hesab olunur və dənli bitkilərdən sonra ikinci yeri tutur tərəvəzlər. Hansı vitaminləri tanıyırıq? A vitamini, B qrup vitamini, C vitamini, D, E, PP vitamini. İndi vitaminlər haqqında tək-tək məlumatla tanış olaq. C vitamini əsasən yoluxmalara qarşı müqaviməti artırır, soyuq dəymə zamanı qəbul edilir. C vitamininin əsas mənbəsi təzə tərəvəzlərdir, gilə meyvələrdir, itburnu, şirin bibər, qara qarağat, sitrus meyvələri, həmçinin turşuya qoyulmuş kələmdir. C vitamini hava və günəş işığının təsirindən istidən asan parçalanır. Həmçinin uzun müddət saxlandıqda istifadə üçün yararsız olur. A vitaminin insan bədəninə, insan orqanizminə nə kimi xeyirləri var? İnsan orqanizmində əsasən dəri sağlamlığı üçün vacib sayılır. Gözlərin selikli qişasının, görmənin bərpası üçün olduqca gərəklidir. A vitamini həmçinin orqanizmin yoluxmalara qarşı müqavimətini artırır, bir çox vacib həyati proseslərə təsir edir. A vitamini xüsusən böyüyən orqanizm üçün vacibdir. Vitamin çatışmazlığı zamanı görmə qabiliyyəti korlanır və dəri qabıq verməyə başlayır. A vitamini bitki mənşəli ərzaqlarda çay tikanı, yer kökü, şirin bibər və başqa narıncı, qırmızı rəngli meyvələrin tərkibində olur. Tərəvəzlər bişirilərkən bu vitamin kifayət qədər yaxşı qalır, amma günəş şüalarının təsiri altında parçalanır. Yağlarla birlikdə qəbul ediləndə yaxşı həzm edilir, bunun üçün yer kökü salatına mütləq xama və yağ əlavə edilir. D vitamini sümüklərin sağlamlığı üçün vacibdir. O, orqanizmdə günəş şüaları altında yaranır. Heyvan mənşəli ərzaqlar, yağlı balıq növləri, qaraciyər, kürü, yumurta və süd D vitamini ilə zəngin qida məhsullarıdır. E vitamini əzələlərin möhkəmlənməsi, dərinin normal vəziyyəti üçün lazımdır. O, maddələr mübadiləsində iştirak edir və yağların həzm olunmasına kömək edir. Ən çox bitki mənşəli yağların tərkibində olur. B qrup vitamini. B qrup vitaminləri karbohidratların həzmini tənzimləyir. Qan damar, mədə, bağırsaq və sinir sistemlərinin işinə təsir edir. Bir çox dənli və paxlalı bitkilərin tərkibində B qrup vitaminləri var. İsti emal zamanı B qrup vitaminlərinin 20-40% itir. P vitamini.
Mədə-bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir, xırda damarları genişləndirir. PP vitamininin mənbəyi ət məhsulları və dənli bitkilərdir. PP vitamini iste'mal zamanı 15-30%-ni itirir, amma dondurulmuş halda çox yaxşı qalır. Mineral maddələr sinir, qan damar, mədə-bağırsaq sisteminin işini təmin edir. Bunlar həmçinin orqanizmin müqavimətini artırır və immuniteti yüksəldir. Vitaminlər haqqında öyrəndiklərimizi kiçik bir ümumiləşmə ilə sonlandırırıq. Deməli, vitaminlərdən hansıları öyrəndik? C, A, B qrup vitamini, D, Y, PP vitamini. Bu vitaminlər insan orqanizmində nəyə görə vacibdir? C vitamini yoluxmalara qarşı müqaviməti artırır, soyuq dəymə zamanı qəbul edilir. Əsas mənbəyi oldu təzə tərəvəz, meyvə, gilə meyvə, xüsusən it burnu, şirin bibər, qara qarağat, sitrus meyvələri, həmçinin turşuya qoyulmuş kələm. A vitamini gözlər və dəri sağlamlığı üçün vacib idi. Dərinin sağlamlığı. Yəni bu A vitamini çatışmadığı zaman gözlərdə görmə qabiliyyəti korlanır, dəri qabıq verməyə başlayır. Əsas mənbəyi çay tikanı, yer kökü, şirin bibər və narıncı qırmızı rəngli meyvələrdir. D vitamini. D vitamini sümüklərin sağlamlığı üçün vacib idi. Əsas mənşəyi yağlı balıq növləridir. Qaraciyər, kürü, yumurta və süd. Bir də günəş şüaları altında D vitamini yaranır. Y vitamini əsasən əzələlərin möhkəmlənməsi və dərinin normal vəziyyəti üçün lazımdır. Dəri sözü A vitaminində də var. A vitaminində dəri və gözlərdir, Y vitaminində əzələ və dəridir. Yəni hər ikisində əlavə bir söz var, o sözdən onu yadda saxlaya bilirik. Deməli, Y vitamini əsasən yağların həzm olunmasına kömək edir, bitki mənşəli yağların tərkibində olur əsasən. B qrup vitamini karbohidratların həzmini tənzimləyirdi, qan, damar, mədə-bağırsaq, sinir sisteminin işinə yaxşı təsir edirdi. Dənli, paxlal bitkilərin tərkibində B vitamini çox olur, amma iste'mal zamanı 20-40%-i itir. PP vitamini mədə-bağırsaq orqanının fəaliyyətini tənzimləyir. Deməli, mədə-bağırsaq həm B qrup vitaminində var, həm PP-də var, həm də mineral maddələrdə var. İndi aydınlaşdırırıq hansını hansı sözlə yadda saxlayacağıq. B qrup vitamini əsasən mədə-bağırsaq, sinir sistemi, qan, damar. Bir də karbohidratların həzmini tənzimləyirdi. PP vitamini nədir? Mədə-bağırsağın fəaliyyətini tənzimləyir, ancaq mədə-bağırsaq sözü var. Bir də xırda damarları genişləndirir. PP vitamini əsasən ət məhsullarında, dənli bitkilərdə olur, dondurulma zamanı yaxşı qalır, iste'mal zamanı 15-30%-i itir. Mineral maddələr sinir, qan damar, mədə-bağırsaq sisteminin işini təmin edir. Mineral maddələrlə B qrup vitamininin oxşar cəhətləri çoxdur. Deməli, burada həm qan damar, həm mədə-bağırsaq, həm də sinir sözlərini görürük. Deməli, burada B qrup vitaminini bir dənə fərqləndirəcəyik. Karbohidratların həzmini tənzimləyir sözü ilə. Qalan hər biri mədə-bağırsaq, sinir və qan damar sözləri mineral maddələrin də qaydasında mövcuddur. Onlar həmçinin orqanizmin müqavimətini artırır, immuniteti yüksəldir. Deməli, mineral maddələr həm də orqanizmin müqavimətini artırır, immuniteti yüksəldir.